Subhanallah, bu həqiqətən mühüm məsələlərdən Allah razı olsun qardaşdan. Yəni, başa düşdükdə qardaşın sualına, yəni qəlblərin sərtləşməsi, qəlblərin yumuşalmaması. Rasul sallallahu aleyhi ve sellem'dən hədislər var. Quran-ı Kərimdə ayətlər var ki, qəlblərin yumuşalması haqqında. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər qəlbinin yumuşalmasını istəyirsənsə, deyir, fəqirlərə yardım et, kömək et, yetimlərin başına sığal çək. Subhanallah. Yəni, bir insanın hansısa bir kasıb insana əl tutması, onun ehtiyacını aradan qalxazması, bu elə ibadətdir ki, subhanallah. Sahibi üçün o qədər xeyirlidir ki, mən təcrübətlə danışıram bunu. Həqiqətən, şübhəsiz ki, buna biz iman edirik, Peyğəmbərin sözü sallallahu aleyhi ve sellem. Yəni, bu cürünə hal olsa, şübhəsiz ki, qəlblərimiz nə olacaq? Yumuşalacaq. Vallahi, ola bilər ki, hansısa bir fəqir insan ehtiyaclı anında. Elə bir vaxtıdır ki, onun elə ehtiyacı var ki, deyək ki, hansı bir paltara, hansısa bir qab yeməyə, hansısa bir köməyə ehtiyaclı anında sənin üçün elə dua eləyər ki, içindən ixlasla. Ömrü boyu müvəffəq olarsın. Bütün işlərində müvəffəq olarsın, subhanallah. Qəlbinin içərisindən bir dənə sənə dua eləyər ki, Allahım, Allah səni müvəffəq eləsin. Allah səndən razı olsun, Allah səni ruzuləndirsin. Sənin bir dənə duası bəlkə də ömrün axırına kimi bəs eləyə bilər. Və bunun adı nədir? Sən saadətə nail olarsın. Bu məsələyə fikir vermək lazım.